Minnətdarıq. Biz həm mina probleminə diqqət çəkdik. Digər tərəfdən Hraparak nəşrinin iddiası vardı. Onları müzakirə etdik. İndi isə davam etmək istəyirik. Bir qədər də dünya gündəmində nə var? Onlardan bağlı xəbərləri çatdıraq. Trump bu dəfəki çıxışında da təvazökarlıqdan uzaq olaraq vurğulayıb ki, o 7 ayda 7 müharibəni dayandırıb. Hamı deyir ki, mən Nobel mükafatına layiqəm. Bunu ABŞ prezidenti Donald Trump New Yorkda keçirilən 80-ci BMT Baş Assambleyasının çıxışında bildirib. Trump çıxışında 7 uzun müddətli müharibəyə son qoyduğunu qeyd edib. Mən 7 uzun müddətli müharibəyə son qoydum. Onları heç vaxt həll etməyəcəksiniz dedilər. Bəziləri 31 il idi ki, davam edirdi. Biri 36, biri 28 il. 7 müharibəni bitirdim və bütün hallarda onlar saysız hesabsız minlərlə insanın öldürülməsi ilə qızışırdılar. Bura Kamboçya və Tayland, Kosova və Serbiya, Kongo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan arasında olan müharibələr daxildir. Heç bir prezident və ya baş nazir, heç bir başqa ölkə buna yaxın bir şey etməyib. Mən bunu cəmi 7 ay ərzində etdim. Əvvəllər belə olmayıb. Heç vaxt belə bir şey olmayıb. Bunu etməkdən çox qürur duyuram. Bəli, dəyərli izləyicilər, indi isə məhz bu istiqamətdə danışacağıq. Dünən Trump'ın BMT-dəki çıxışında ən əsas toxunduğu məsələ məhz Rusiya-Ukrayna münaqişəsi idi ki, bu istiqamətdə vəziyyətin necə olacağı ilə bağlı bir çox suallar ünvanlandı. Ələxüsus da ki, Rusiya son dönəmlər NATO-nu hədələyir, təhdid eləyir. Bu təhdidlərə Amerika Birləşmiş Ştatları hansı məqamda cavab verə bilər? Hansı məqamda Rusiya təyyarələri vurula bilər? Sualına isə Trump qeyd etdi ki, bu vəziyyətdən asılıdır, bunu müzakirə edəcəyik, bunu danışacaq. Rubio isə qeyd etdi ki, əgər bir daha hava məkanı pozularsa, NATO'nun hava məkanını Rus qırıcıları pozarsa, o zaman onları vuracaq dedi. Müzakirə etmək istəyirik. Milli Məclisin üzvü Sevil Mikayılova ilə. Sevil xanım hazırda bizdən bağlantıdadır. Xoş gördük sizi. Xoş gördük. Sevil xanım, Trump'ın açıqlamalarını siz də gördünüz çox güman ki. Ukrayna baxımından o qədər də ürək açan deyildi, amma Zelenski sonrasında qeyd etdi ki, artıq Trump mənə inanır, Putinə yox. Açıqlamalardan ümumi bir dəyərləndirmənizi almaq istəyirəm. Deyir ki, biz silah satışından pul qazanırıq. Bu formada yanaşan bir ölkə Ukraynanın taleyində hansı önəmli bir dəyişikliyə imza ata bilər? Əslində Rusiya ilə Ukrayna arasındakı münasibətlər, yəni biz əgər müharibənin hərbi əməliyyatların başladığı andan bugünə qədər təhlil etsək, söyləmək lazımdır ki, həm siyasi cinahda, həm hərbi cinahda pik həddinə çatmaq üzrədir. Yəni resurslar tükənir diplomatik ünsiyyət üçün və məhz belə bir anda Donald Trump'ın sülh gündəliyi ilə beynəlxalq arenada öz fəaliyyətinə başlaması və tərəfləri sülhə dəvət etməsi təbii ki, bir mənalı qarşılanmayıbdır, yəni tərəflərdən. Və belə görünür ki, yəni bundan əvvəl keçirilmiş görüşlərdə həm Rusiya, həm də Ukrayna öz mövqelərindən geri çəkilmək fikrində deyil. Yəni belə olmasaydı, xatirinizdədirsə, Trump ilk hakimiyyətə gələndə və sülh gündəliyini ortaya qoyanda onun məramı ondan ibarət idi ki, yəni atəşkəsə nail olmaq lazımdır və sülh prosesini, normallaşma prosesini irəliyə aparmaq lazımdır. Amma nəinki normallaşma prosesini irəliyə aparmaq mümkün olmadı. Tərəflər heç atəşkəsi imzalamaqla bağlı da irəliyə qoyulmuş şərtləri qəbul etmədilər. Yəni bu artıq vəziyyətin nə qədər pik həddində olduğunu bir daha sərgilədi. Təbii ki, Rusiya qalib tərəf kimi çıxış edir danışıqlarda və onun mövqeyi daha kəsərlidir. Amma Ukraynanın isə mövqeyi kəsərlidir. Ona görə ki, onun arxasında qərb bloku dayanır. Yəni biz dolayısıyla burada NATO və NATO üzvü olan ölkələrin adlarını, yəni çoxluq belə deyək ki, arxasında dayanır. Və bundan əvvəl dəfələrlə Rusiya rəhbərliyi tərəfindən bildirilmişdir ki, onların müharibəsi əslində NATO bloku ilə de facto, yəni bu Vladimir Putin, Rusiya prezidenti tərəfindən dəfələrlə bəyan olunub ki, baxmayaraq ki, burada personal olaraq NATO iştirak etmir, amma NATO'nun belə deyək, arsenalı, NATO'nun hərbi taktikası və NATO qüvvələrinin siyasi dəstəyi burada olduğuna görə NATO ölkələrinin, ona görə də o müharibəni de facto NATO ölkələri ilə apardığını bir mənalı şəkildə bəyan edir. Belə bir situasiya
etsə də, bugün status quo-nu dəyişmək, vəziyyəti dəyişmək, sülh gündəliyini irəliyə aparmaq, normallaşma prosesini nəhayətdə başlamaq üçün səylər göstərən Birləşmiş Ştatların təbii ki, özünün də belə deyək, təsir imkanları daralır. Və Donald Trump'ın əslində çıxışında onun biz Ukraynaya silahı satırıq. Xətrinizdə əvvəllər, yəni bu silah Ukraynaya sadəcə olaraq, yəni pulsuz şəkildə təqdim olunurdu. Bu yardım formasındaydı. Yəni bunun adı yardım idi. Amma Trump'ın hakimiyyətə gəlişindən sonra deməli Ukrayna artıq bu silahları Birləşmiş Ştatlardan kommersiya əməliyyatı kimi, yəni belə deyək, haqqı ödənilməklə almalı olduğu və artıq bunu alırdı. İkinci tərəfdən də bildiyiniz kimi Ukrayna ilə Birləşmiş Ştatlar arasında razılaşma oldu və bu razılaşmaya görə Ukrayna ərazisində silahlar istehsal etməyə başladılar ki, bu silahların satışından əldə olunan gəlir də, yəni tərəflər arasında bölünür. Yəni Trump belə deyək, Rusiya və Ukrayna arasındakı müharibədə Birləşmiş Ştatların iştirakçılığını biznes məsələsinə çevirə bildi. Və bu niyə görə lazım idi Birləşmiş Ştatlara? Danışıqlar masasında belə deyək, bir tərəfsizlik statusunu qazansın ki, ona bir etibar da olsun. Və zaten söyləməliyik ki, bundan... Həmçinin Trump qeyd etdi ki, mən inanıram ki, Ukrayna müharibədən öncəki sərhədlərinə qayıda bilər və NATO-nun da köməyi ilə bütün ərazilərini işğaldan azad edə bilər. Bu, müharibənin davam etməsi üçün də bir stimul deyilmi Ukraynaya? Bugün barışdan, sülhdən danışan Trump həmçində deyir, biz silah satırıq, pul qazanırıq və mən inanıram ki, Ukrayna qalib gələcək və sərhədlərinə qədər, öncəki sərhədlərinə qədər gedib çıxacaq. Bunu necə başa düşək o zaman? Bilirsinizmi, bu sadəcə olaraq mən düşünürəm ki, indiki anda psixoloji hücum kimi dəyərləndirilə bilər qarşı tərəfə və mövqeyində, yəni qərb blokunun nə qədər inamlı olduğunu, nə qədər belə deyək, sərt olduğunu qarşı tərəfə bildirmək üçündür və qarşı tərəfi də yenə deyək ki, masaya, danışıqlar stoluna dəvət etmək üçündür. Çünki Marco Rubio tərəfindən verilmiş bəyanatda da elə Trump tərəfindən də açıqlamalarında da qeyd olunur ki, yəni Rusiyanın bu və digər şəkildə güzəştlərə dəvət etmək mümkün olmayıbdır. Yəni danışıqlar sadəcə olaraq danışıqlar xətrinə keçirilibdir və tərəflər öz mövqeyindən geri çəkilməyibdir. Bu çox belə deyək, danışıqların faktiki olaraq iflası uğradığını göstərən bir məqamdır. Məsələ burasındadır ki, bu cür bəyanatlardan sonra və Ukrayna tərəfindən Rusiya olan hücumlardan sonra onun ərazisinə, yəni Rusiya bir U dönüşü etdi. Əvvəlan döyüşdə belə deyək, hücumların dinamikası kifayət qədər yüksəlibdir və Rusiya tərəfindən Polşaya atılmış dronlar artıq belə deyək, bir həyəcan siqnalı yaradır və Rusiya bu ilə göstərmək istəyir ki, yəni artıq xaotik döyüşdə məqamlar da mümkündür. Bu NATO-ya çağrışdırmı? Çağrışdır, bəli, bunu bir mənalı şəkildə belə də qəbul etmək olar. Bu danışıqlar masasında Rusiyanın mövqeyini möhkəmləndirmək üçün atılmış addımdırmı bir mənalı şəkildə və Rusiya göstərmək istəyir ki, diktə edən tərəf mənəm, siz Ukraynanı yola gətirin, siz Ukrayna ilə danışın, mənə NATO ilə bağlı ultimatumlar göndərmək heç lazım da deyil və lazım gəlsə, yəni NATO ilə müharibəyə də hazırıq və yenə dediyim kimi əvvəlki bəyanata da qayıdırıq ki, de facto biz döyüşürük deməli NATO qüvvələri ilə və biz əgər Marco Rubio'nun bundan əvvəlki bəyanatına da baxsaq, o bildirir ki, yəni Rusiya tərəfində istək yoxdur və Ukrayna tərəfinin bəyanatlarına baxsaq, Ukraynanın məsələn qərargahının, hərbi qərargahının rəhbəri Sırski tərəfindən də bəyan olunub ki, Rusiyaya qalib gəlmək çətindir. Çünki onun həm hərbi arsenalı, yəni silah sursatının baxımından, eyni zamanda canlı qüvvəsi baxımından Ukrayna ilə dəfələrlə yəni fərq var. Və bu elə Trump tərəfindən də etiraf olunduğu çıxışındakı Rusiyanın kontingenti kifayət qədər genişdir. Yəni belə olan halda bilirsinizmi, artıq yəni tərəfləri sülhə dəvət etmək üçün təsir imkanları da azalır. Rusiya isə get-gedə öz mövqeyini sərtləşdirir, get-gedə öz mövqeyində daha da kəsərli bir belə pozisiya. Bizim çox az vaxtımız var, bir dəqiqədən biraz çox vaxtımız var. Mövqeyini gücləndirir dediniz, buradan davam etmək istəyirəm. Trump deyir ki, NATO ölkələri Rusiya təyyarələrini vurmalıdır, hava məkanını pozarsan. Amma Vaşinqton bu məsələyə dəstək verəcəkmi? Sualı ünvanlandıqda deyir ki, vəziyyətdən, şərtlərdən asılı olaraq. Hansı şərtlərdir o şərtlər? Qısa bir cavab istəyirəm sizdən.
Bilirsiniz, hal-hazırda Avropa Komissiyası da bəyan edib ki, onların dronları və yaxud da ki, belə deyək, havadan müdafiə qüvvələrində cavab vermək üçün güclü sistemləri yoxdur və bu bir il müddətinə burada sistemlər qurulacaqdır. Mən düşünürəm ki, Birləşmiş Ştatlar yəni uzun müddətli yardımdan danışırsa, burada artıq bu sistemlərin qurulmasına, bilirsiniz ki, onların texnikası var və bu texnikanın qurulmasına, bu sistemlərin qurulmasına kömək edə bilər. Amma yəni bir il müddətində də gördüyünüz kimi bu biraz çətin görünür. İkinci tərəfdən də görünür ki, Birləşmiş Ştatlar bununla həm mesaj göndərir, həm də eyni zamanda hansısa bir hücum, belə deyək, havadan hücumu dəf etmək üçün yerüstü mobil, belə deyək, texnikasının şərq cinahında, NATO-nun şərq cinahında yerləşdirmək kimi bir təklifi ortaya qoyur. Çox sağ olun Sevil xanım, təşəkkür edirik. Önəmli dəyərləndirmələriniz üçün minnətdarıq. Dünya gündəmindən danışdıq. Əlbəttə ki, Şərqi Avropa cəbhəsindən Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlamaları diqqət çəkirdi. Bundan sonraki gedişat necə ola bilər deyə təhlil etdik. Əlbəttə ki, müzakirələrimizi burada yekunlaşdırıq. Birinci hissə üçün yekunlaşdırıq. Çünki qısa bir aramız olacaq. Daha sonra ikinci hissə ilə yeni xəbərlərlə davam edəcəyik.